Salam, hər vaxtınız xeyir. Bu videonu axşam başladıram. Ayaqlarım belə eləyir, fırt-fırt suyun içində. Orada bir dənə bu Spar var bizim yanımızda, market. Onun yanında bir dənə pişik var. Hər axşam məni gözləyir. 100-də 1000-də bir dəfə olar ki, o orada olmuyor. O da qarnı tox olur, gedir. Ona yemək aldım, verdim. Mən yumurta zad aldım evə, gedirəm. Yazıq elə gözləyirmiş elə bil məni. Əllərim batır. Mən işdən çıxanda yağış bir dənə yağırdı. Yalandan. İstanmadım. Gəldim xalqlarda İstandım. Belə soyuq deyil, hava yaxşı da, sakit yağır. Tək xeyirli yağsın, sel, su basmasın heç yan. Ayağımızın islanmağından Allah keçər. Gedək Aylin xanıma nələr almışam sizə göstərim. Bu elə bir ki, dünənki videonun davamını da bugün təzədən başlatdım. O da nəyə görə? Bazar günü olanda üşənirəm axı video çəkməyə. Ona görə deyirəm indidən başladım ki, yarımçıq videom olanda özümdən məsuliyyət hiss edirəm ki, davam eləmək lazımdır. Belə işlər. Ona görə də video başlatdım. İnşallah ki, sabah bitirəcəm. Bəlkə bugün bitirərəm. Amma bugün inanmıram. Başım qarşıcaq təmizlik işlə. Ona görə bugün inanmıram. Bitirəm. Güya ki, fikrimdə tutmuşdum ki, Səbaya düşərəm. Orada düşərəm. Daha yağış yağdı, düşmədim. Qanad istirdim. Elə ürəyim qanad qızartması istəyir. Amma daha bir yağışlara düşüm. Və gəldim evin yanında düşdüm. Gedək görək tez bazar nə pişirib yeyirik, sonra işə başlayaq. Ayaqçı yeriyirəm. Ayağım bu ağrıyan ayağım yoxdur, sol ayağım. Dizim şak edir. Mamam rəhmətliyində dizi eləyir. Şak yeridikcə səs çıxır. Dizimdən çıxır. Bu nə səsdir bilmirəm. Allah heç kimi aclıqla imtihan eləməsin. Vallahi bugün mən işdə də belə oldum. Niyə belə oldum bilmirəm. Elə bir şəkərim düşdü, təzyiqim düşdü, nə düşdü bilmirəm. İşdə də belə oldum. Birdən elə bir ki, əlim ayağım əsdacından. Nə tər yemək yedimsə özüm də bilmədim. İndi də saat 10-dur, daha acmışam. Niyə netdəmir bu? Hə, nəysə, netdədir. Buraları elədim. Bu stolun zadın yerini dəyişdim. Yeməyimi yedim. İndi bir dənə özümə kofe düzəltdim. Bir partiya paltaryan qutardı. İndi gəlib onlara aparıb asacağım. Gedək sizə Aylin aldıqlarımı göstərim. Sonra keçim bu tərəfin təmizliyinə. İndi Aylin xanıma aldıqlarımı göstərim sizə. Nənə sənə qurban olsun. Ay qız, ay qız, ay qız. Ölüm sən qabağında. Nenəcəm, arkadaşlarına qurban olsun. Aylin'in bu arada ilk ayaqqabılardır. Bunu mən elə almışam ki, gələn giyinsin. 21 razmer aldım. Çox xoşuma gəldi. Bayıldım da mən bunlara. İnşallah ki, gələn bu vaxt Allah qismət eləsin, geyinsin balam. İndi elə balacad deyə, ona görə heç nə ayaqqabı zat almırıq da. Belə, Allah istəyən hər kəsə evlad, nəvə, nəticə qismət eləsin. Amin ya Rəbbim. Bəlkə də böyüklərimizdən çox üzr istəyirəm. Bəlkə də öz uşaqlarımızı belə doya yaşamamışıq da. Nəvə, bilmirəm, indi mən şəxsən Aylini belə çox istəməyimdə, sevməyimdə. Bu arada mən nənə olmağı çox sevirəm. Yəni, nənə olmağı sevmişəm. Tam başqadır. Allah istəyən hər kəsə bu sevinci yaşatsın. Amin ya Rəbbim, amin. Bu başqa bir hissdir. Sözlə deyib çatdıra bilmirəm də. Evlad başqadır, amma bu bir üst səviyyəsidir. Yəni, belə içinizdən heç nəyisə gördünüzsə atqaz eləmək gəlmir. Məsəl üçün, öz evladın olanda nəyisə atqaz eləyə bilirsən haradasa. Amma nəvə başqa bir şeydir. Eləmək olmur. Mən şəxsən eləyə bilmirəm.
Axırıncı çörəyimin də pul olsa cibimdə 1 manat ona aylın üçün nəsə eləyərəm. Allah ruzusunu versin. Allah hamımıza halal ruzu qismət eləsin. Biz də ürəyimiz istəyəni alaq, geyindirək, yedizdirək, içizdirək. Bilmirəm. Aylin tam başqadır mənim üçün. Allah dediyim kimi istəyən hər kəsə bu gözəl duyğunu yaşatmağı qismət eləsin. Öz uşağı, insan öz uşağı olanda bilmirəm, böyüklərdən mi utanırsan, yoxsa başın qarışır onu böyütməyə mi, bilmirəm də. Onu yaşaya bilmirsən, yoxsa nəvən elə hissi budur, bunu hamı hiss eləyir, mən də onu hiss eləyirəm, bilmirəm. Axır ki, çox gözəl bir duyğudur. Allah hamımıza qismət eləsin bu gözəl duyğunu. Amin ya Rəbbim. Nene seni yesin ay, nene yesin, nenesinin bal küpü. Kamerada yeşe görsən, amma cimciklidir bu boydadır. Bax balacadır. Belə bir tərəfdən kofem için, bir tərəfdən də göstərim. Kuxna demək olar ki, bitdi. Yeməyimi də qoymuşam pişməyə. Oy, nəsə sinəm sancır. Niyə belə oldum? Ürəyim daraldı elə bilim. Neyse. Kuxna hər bir işin poluna qədərinə silmişəm. Bir dənə qaldı bu tərəflərə. İndi keçirəm bu tərəflərə. Bunları göstərim. Bu arada Lark sabunu tapdım, aldım. 3 dənəsini almışam. Bu avokado oldu. İyi ama qəşəngdir, pis deyil. 3 dənəsini aldım hələlik. Keçən dəfə axırıncı aldığım sabun nə? Gərək videoya baxam, belə yadımda qalmır. O da pisdir, o da yaxşı çıxır. Bir izləyicim yazıb ki, Solmaz bacı, maçalka qoyun qabın içinə. Qızlar, mən özüm tək deyirəm də. Evdə məsəl üçün 5 nəfərik. Hərə bir dəfə yuyanda o maçalkadan üstünə dirənəcək, düşəcək. Mən bilirəm də ki, orada dinc durmayacaq. Soli bacınız o Kuxnanın nə həvəslərlə, nə belə yadınızda da əvvəl təzə köçən vaxt necə belə qablar azada qəşəng doldururdum, hər bir şey qoyurdum. Yəni mənim əlimdə olan bir şeydir də hər gün özüm evdə olsam tam başqa olar. Amma bir evin qadını ki işdə olursa, o ev evlilikdən çıxır. Bir də özümə belə bu əslində karışımda orada elə biraz açıq düşür. Yoxsa elə budur rəngi bilmirəm. İndi apar basacağım Kuxnama. Belə çox qəşəngdir. Nam nazikdir. Çox nazikdir. Amma çox qəşəngdir. Kuxnada mənim əl silmək üçün dəsmalı. Sonradan peşman oldum. Deyirəm gərək 10 dənə götürərdim. Amma hamısı bu rəng idi. Deyirəm 10 dənə neyirəm bu rəng. Başqa rəng olsaydı götürərdim. Başqa cür dərdim. Mən niyə belə oldum ki? Oy, istəyirəm dərinə nəfəs alın. Yarıya qədər gəlir da. Niyə belə oldum? Neysə. Dörd dənə bu dəsmaldan aldım. Kuxnada dəsmallarım köhnəlib. Olan lap köhnələrini seçib. Bayra qoyacağım kömrün ayağının zadını silməyə. Elə istifadə edək. Bir də belə Aylin üçün, yay üçün prostünlər aldım. Bunları gördüm, bayıldım. Yine özümü saxlaya bilmədim. Aslında sənə qurban olsun ha. Nam nazikdir, qəşəng, yumuşaq, təmiz pambıqdır. Bunları Özbək mağazindən almışam. Aylin ilə kakras 5'in içine olar. Bilmirəm, qoy ölçüm görüm nə qədər olar. 1 metrə yarım. Metrə yarım. Yaxşıdır. Eni də yəqin 1 metr olur. Hə, 1 metrə. Mən o vaxtdan qalmayam, qolumla ölçürəm. Bir də onun yastığı üstü belə bu boydadır. Balacadır. Əslində Aylinin yastığı bu boydadır. Baxın, belədir. Amma indi deyirəm Anjeliya, bir dənə yun yastıq deyirəm düzəldin. Bunu belə uzunlamasına, uzun olsun, bütün 5'in için tutsun. Yayda belə olsun. Bunu yay üçün, bunların çıxolu yoxdur. Bunu yay üçün almışam. Üstündən müslüm bez var Aylində. Açıq krem rəngində. Nam nazikdir. 10 derim örtərsən, bunlarda nədir? Yay pasteli kimi istifadə edirsən. Bu da çox xoşuma gəldi. Bunun yastıq üzüsü yox idi. Bunun yastıq üzü yox idi. Tək prostündir. Belə.
Eyni ölçüdədir bu da. Bu da çox qəşəngdir. Xırda belə ulduzlarla çox qəşəngdir. Bir dənə də belə yastıq üzü həmin eynisindən götürdüm. Heç olmaz. Bundan bunu bozla roz ümumiyyətlə tutur. Belə pis olmaz. Bu da qızımın Nazmı yay pasteli. İnşallah nənəsi ona qurban olsun. Allah rozsun getirsin. İnşallah. Öz evlərinə köçəndə Anjalan cehizin verməmiş qızıma Nazmə təzə mebel alacam. İnşallah böyük qız mebel alacam. Onda da Allah qoysa nənəsi bir 3 dəst pastel alaram, 2 dəst alaram. Bəsidir. İndi deyirəm, o vaxta qədər ya Allah bilmək olmaz başımıza nə iş gələr. Vallahi Allah təki ömür versin, can sağlığı versin. Bunları atıb yuyacam, indi qatlayıram. Kısa proqramda yağış yağır çöldə, hər yer, göy, sudur. Ona görə də qatlayım, qoyum, sabah ataram kısa proqramda yuyular, sırası ütülüyüb yığaram. Anjeliya hazır göndərərəm. Daha bir də bunları yuyu ütlər, oynamaz bunlarla. Belə, bu da mənim şəkər parəmin yay pasteli. Nənəsi qurban olsun. Aylin, gələcəkdə baxarsan bu videoya, nənən özü üçün bax pastel alacaq da almadı. Qızım, sənin üçün aldım. Bal küpüm. Fışdıkım. İzləyicilərim var, nəvə istəyən izləyicilərim var. Allah bax, çöldə də yağış yağır. Mən o duaya o qədər inanıram ki, yağış yağanda əzan verilir dua eləyəndə. Deyirlər ki, o daha tez qəbul olur da. Mən bir çox insana, uşağı olmayan insanlara elə dua eləmişəm. Onda 3 əmlərdə işdirdim. Əzan səsini sizin üçün çox çəkirdim. Xırda narın yağış yağanda uşaqları qoydum, qaçdım balkona. Ancaq dua elədim. İçində izləyicim Fidan var idi, Çiçək var idi, Ülviyə var idi. Çox qızlarımız var idi. Onlara dua elədim. Allah hamısının balasını saxlasın, Allah hamısının balasını başa kimi eləsin. Allah kömür yaxşı da, o da diqqət çəkmək istəyir. O deyir ki, mənlə maraqlan. Allah hamının balasını qorusun, saxlasın. Allah istəyən hər kəsə bax çöldə də yağış yağır. Bu dualarımızı Allah qəbul eləsin, xeyirli payınızı versin, xeyirli paylarını versin. Amin inşallah. Allah hər kəsin evindən körpə səsi gəlməyə qismət eləsin. Amin. Hamilə olanlar da sağ, salamat alsınlar qucaqlarına körpələrin. Amin inşallah. Allah heç kimin əziyyətini itirməsin. Vallahi hər bu həyatda bir cür əziyyət çəkir. Birimiz başqa cür çəkirik, birimiz başqa cür çəkirik. Allah heç kimin əziyyətini yerdə qoymasın. Amin inşallah. Belə qızlar, durum ayağa, durum başlayayım. İşimi, gücümü görüm. Nəsə bilmirəm. Aylinin şəpiklərini gördüm, nənəsə həyəcanlandı. Ürəyim zadım ağırdı. Qız nəsə buram belə sinəm daraldı. Niyə belə oldu? Mən həmişə belə olanda elə hiss edirəm ki, iraq olsun, uşaqlara nəsə oldu. Dən zəngini Anjeliya görüm, Aylin nətərdir. Bugün bütün gün deyir, qusub, qaytarıb, yatmır, huysuzlanıb. Nərgizlə danışım. Bunlarla danışım, ondan sonra rahat işimi görüm. Elə ki, ürəyimə bir daralma gəldi. Niyə belə oldum mən? Bunları yumuram, çünki əl silmək üçün də qabzat silmirəm. Ona görə yumadım. Salam qızlar, sabahınız xeyir. Bilmirəm aradan neçə gün keçib deyim. Videonu desəm 6-cı gün axşam başlatmışdım. Bugün də həftənin 2-ci gündür. Daha önce siz öyrənmisiniz mənim belə videolarımı. Belə işlər. Dünən işə gedəndə inanırsınız ki, mən avtobusda boğulub ölmüşdüm. Nə avtobusun içindən düşə bilmirsən, nə? Heç nə eləmək olmur da. Qız qurban olum. Həyat yoldaşlarınızı götürün basın Domestosun içinə, xlorun içinə, nə bilim, nəyin içinə basırsınız bu kişiləri basın. Bəzən qadınlarımızda da olur, amma daha çox kişilərdə. Valla Seyidxan elə olub ki, fəhlə işdir. Seyidxanı tərifləmək üçün demirəm. Seyidxanın da o qədər minusları var ki. Amma yəni belə bu insan özünə baxmaq, nə istəyir kişi olsun, istəyir qadın olsun. Yəni hər şey su həll eləyir də. Qadınlarımız üzlərinə 5 kilo makyajı eləyirlər. Ağappaq pudranı sürtürlər. Amma iydən yaxınlaşmaq olmur. Ay Allah, avtobusun içində təsəvvür edin, havalandırma var. Pəncərələr açıq.
mümkündür da, oturmaq mümkündür. Bu yəni öz təmizliyinizdir də. Özünüzü qoydun bir qırağa, özünüz daha özünüzdən iyrənmirsiniz. Bu yazıq, bu gedən gələn hər gün bu avtobusdan, metrodan istifadə edənləri düşünün də. Camaat bilmir ağzın, burnun nə ilə tutsun, nətər tutsun. İnanırsınız, boğulub ölmüşdüm də. Lap fəhlə dişləyə bilərsən, nə bilim, mal heyvan da saxlaya bilərsən. Bu insanın gündəlik öz təmizliyidir. Bunu eləmək nə çətin bir işdir. Məsəl üçün, bəzi xanımlarımız var, ətrafımda da elə qızlar var. Deyir ki, evdən bayıra çıxmırıq da, indi öz düşüncələrində. Mənə demirlər, ha, elə fikirləşirlər də ki, evdən bayıra çıxmırıq. Yəni, hərə öz bədənin tanıyır da, təmizliyinizə riayət etsin. Bilmirəm, nədir o, ucuz bir şeydir, 1 manatdır, neçədə aptekdə satılır. Yəni, şərt o deyir ki, Rexon alasınız, nə bilim, hansısa bir marka alasınız. Yox, ucuz bir şeylər də var da, tər qoxusun qarşısını almaq üçün. Bu yay, qış davam edir. İnanırsınız, mən bezmişəm bu söhbətdən. Baxırsan, elə gözəl qızlarımız var, kukla da elə bilirsən, kukla. O qədər üzünə makyaj eləyib ki, yəni yersizdir, o makyaj elə başa düşür ki, gözəl görsənir. Valla gözəl görsənmir. Bizdə də Nərgizin məsəl üçün ağız hissəsi qurudur. Mən görürəm ki, o nəsə vurur. Kapadıcı deyil, nə deyir? Tananlı kimi bir şey nəsə vurur. Mən elə şeylər istifadə eləmirəm. Mən bir dənə indi bu axır vaxtlar 1-2 ayda tuş vururam, vəssalım. Başqa elə bir şeylər vurmuram da. Nəyi demək istəyirəm? Mən uşağa başa salıram ki, biraz keçəndən sonra sənin ağız tərəfin quruyur, yaxşı görsənmir. O onu istifadə eləmir. Siz də evdən uşaqlarınız çıxanda, nə bilim, mamanız çıxanda, bəlkə mən də indi ağlımı itirəcəm, haçansa mən də nəyisə yaxıb, yaxışdırıb evdən çıxarım. Yəni, mənim evdə uşağım varsa, məsəl üçün Seyidxan varsa, bunu görürsə, mənə deməlidirlər də ki, bu sənə yaraşmır, bu şey olmur. Bilmirəm, bu məsəl üçün kişilər fəhli işləyib gəlir, usta işləyib gəlirlər. Oy, bu evə gedəndə, nə bilim, insan belə deyiləsi kimi deyir da, insan diysinir. Bunların təsəvvür eləyin, bir evdə yaşayırsan o insanla. Özünüzə görə, rahatçılığınıza görə, nə bilim, hər insan onu özünə görə eləyir də. Bu, necə ki, yemək, içmək vacibdirsə, təmizlik də vacibdir. Deyirəm, özünüzü fikirləşmirsiniz, üçüncə bu qıraq bucaqdakı yazıqları fikirləşin. Hamı boğula-boğula qalır. Bu görən hiss eləmirlər ki, bunların özündən gəlir. Valla cavan gəlinlərimiz də var, el olan, nə bilim, indi hamısını kişilərin üstünə atmayaq da. Amma çox da bu kişilərdə olur. Deyirəm, bəlkə buradan deyəm, nə bilim, bəlkə bir kiminsə qohumunda, əqrəbasında elələri varsa, desin ki, ay bacı, boğulanlar var, bunları təmizləyin, bayra bıraxın. Bizdə Şamaxda, məsəl üçün, inək saxlayırdıq da biz. Bizim, yəni, inək saxladığımız yer belə girəndə, yəni, üstümüzə o malın, heyvanın özünün qoxusu olur da. O belə hopmurdu. Təsəvvür eləyin, inəyin sağmamış qabaq, vedrədə su aparırdım. Təmiz yuyurdum. Sonra bir dənə dəsmalla yuyurdum. Sonra bir dənə təmiz dəsmalla quruluyurdum. Sonra inəyi sağırdım. Onu mən heç kim örgətməmişdi. Özüm eləyirdim də. Yəni, onu örgətməyə ehtiyac yoxdur. Sizin də təmizliyiniz yenə elə. Onu sizə kimsə deməlidir, özünüz eləməlisiniz. Nəysə. Sonra inəyi ki, buraxırdıq ot yeməyə gedəndə, Leyner mazı yoxdur, aptekdə satılır. Ondan çəkirdim, mamam onu demişdi mənə ki, çatlamasın. Çatlayanda qoymurdu da sağmağa, təpikləyirdi. Bizim inək ömür boyu Leyner mazı. Tövləmizdə elə maz vardı, 2 dənə də dəsmal. Birin yaşla elə yuyurdum, bir dənəsindən də quruluyurdum. Mən inəyə belə baxırdım. Bizdə mən Seyidxanı belə görmüşəm də, belə tanımışam. Yenə deyirəm, fəhlə işləyən vaxtı da olub. Nə bilim, usta köməkçi işləyən vaxtı da olub. Yaxşı işlədiyi vaxtı da olub. Yenə də o təmizliyindən türklər demişəm, vaz keçməyib. Bu insan, mən belə görmüşəm. Bax, ataş nə qədər dağınıq da olsa,
nə də olsa, amma öz təmizliyinə riayət eləyir. Mən görürəm də, əgər eləməsə mən o uşağı başa salaram ki, bunu eləmək lazımdır. Çox şükür, min şükür eləyirəm. Yəni o şey bizim üçün uşaqlarımızın üçünə də keçib. Baxım makiyaj eləmək deyil, baxım təmiz paltar. Məsəl üçün tərliyirlər, durub onun üstündən təmiz paltarı geyinib çölə çıxırlar. Ay qurban olun, bu olmadı da, olmur. Bu iş olmur. Bunu da qəbul eləyin. Tərlədinsə yaxalanmaq lazımdır. Soyuq su ilə yaxalan bir damcı. Heç kim soyuq sudan ölməyib. Biz də ölək. Ya sən də öləsən. Yoruldum deməkdən. Of, neysə hazırlanım. Çıxağın yavaş yavaş.